Matta. 2-ci fəsil. Müdrik adamların ziyarəti. İsa Padşah Herodun dövründə Yahudiyanın Betlehem şəhərində anadan olduqda, müdrik adamlar şərqdən Yerusəlimə gəlib dedilər, Yahudilərin anadan olmuş padşahı hardadır? Şərqdə onun ulduzunu gördük və ona səcdə qılmağa gəldik. Padşah Herod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. Herod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harda doğulduğunu soruşdu. Yahudiyanın Betlehem şəhərində dedilər. Çünki Peyğəmbər vasitəsilə belə yazılıb. Ey Yahuda torpağındakı Betlehem, sən Yahuda hökümdarları arasında ən kiçik deyilsən. Çünki xalqım İsrailə çoban olan hökümdar səndən çıxacaq. Onda Herod müdrik adamları gizlicə çağırıb, onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. Gedin körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib ona səcdə qılım, deyərək onları Betlehemə göndərdi. Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. Onlar ulduzu gördükləri vaxt çox sevindilər. Evə girib körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq ona səcdə qıldılar. Xəzinələrini açıb ona hədiyyələri, qızıl, kündür və mirranı təqdim elədilər. Sonra röyada Herodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. Misrə qaçış. Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi, qalx körpə ilə anasını götür Misrə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Herod körpəni öldürmək üçün axtarmağa başlayır. Beləliklə Yusif qalxdı, həmin gecə körpə ilə anasını götürüb Misrə yollandı. Herod ölənə qədər orada qaldı. Bu, Rəbbin Peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi. Öz oğlumu Misirdən çağırdım. Herod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Betlehem və onun ətrafında yaşayan 2 və 2 yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. Beləliklə, Yeremiya Peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi. Ramada bir səs eşidildi. Ağlaşma və böyük fəryad səsləri. Rəhlə uşaqları üçün ağlayır, təsəlli istəmir. Çünki onlar daha yoxdur. Misirdən Nazaretə dönüş. Herod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb dedi, qalx körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki körpənin canını almaq istəyənlər öldü. Yusif qalxdı, körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. Amma Arxelanın öz atası Herodun yerinə Yahudiya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, Peyğəmbərlər vasitəsilə söylənən ona Nazaretli deyiləcək sözü yerinə yetsin deyə baş verdi.